Cənazə namazı 4 təkbirdən ibarət olan bir namazdır. 4 təkbirdən ibarət olan bir namazdır. Birinci təkbirdən sonra Allahu Akbar, əllər qalxır, bağlanılır. Subhanəkə Allahümmə oxunmur. Sadəcə Əuzu billahi mineşşeytanirracim, Bismillahirrahmanirrahim. Fatihə surəsi oxunulur. Və sonra ikinci dəfə Allahu Akbar təkbir gətirilir. Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirilir. Allahumma salli ala Muhammed və ala ali Muhammed kəmə salleytə ala İbrahim və ala ali İbrahim axıra qədər. Və sonra üçüncü təkbirdən sonra Allahu Akbar cənazəyə xas dua oxunur. Əgər duanı oxuya bilən varsa oxuyur, oxuya bilən yoxdursa Allahumma iğfir lehu varhamhu, Allahım onu bağışla, ona rəhm et. Bu şəkildə dua edir. Və dördüncü təkbirdən sonra Allahu Akbar dedikdən sonra Esselamu aleykum və rahmetullah, Esselamu aleykum və rahmetullah salam verilir. Burada ixtilaf var, əllərin qalxması və həmçinin sadəcə sağ tərəfə salam verilməsi barəsində alimlərin görüşləri var. İndi son olaraq da cənazə namazının qılışını göstəririk və bununla da Allahın izni ilə tamamlayırıq. Cənazə namazı qılındığı zaman Allahu Akbar, Əuzu billahi mineşşeytanirracim, Bismillahirrahmanirrahim, Elhamdülillahi Rabbil alemin, Errahmanirrahim, Maliki yevmiddin, İyyâke na'budu və İyyâke nesta'in, İhdinas sıratal müstaqim, sıratal lezîne en'amte aleyhim, gayril mağdubi aleyhim veleddâlin, amin. Allahu Akbar, Allahümme salli ala Muhammed ve ala ali Muhammed, kema salleyte ala İbrahim ve ala ali İbrahim, inneke hamidun mecid. Allahümme barik ala Muhammed ve ala ali Muhammed, Allahümme kema barakte ala İbrahim ve ala ali İbrahim, inneke hamidun mecid. Allahu Akbar, Allahümme gfir lehu varhamhu, Allahümme gfir lehu varhamhu, Allahu Akbar. Esselamu aleykum ve rahmetullah, Esselamu aleykum ve rahmetullah. Bu şəkildə cənazə namazı da tamamlanır. Allahdan istəyirik ki, Allah-u Teala bu çəkilişi bu ümmət üçün faydalı etsin. Amin.